günlər Mövla-i Müttəqiyanın əleyhissalamın vilayət bayramıdır. Biz İslamın kamil olmağın, Quran ayələrin bu günlərdə nazil olduğunu bilirik və bu əgər Məkkədə Peyğəmbər əleyhissalamın Qədirxum çölündə olsaydıq, bu bayramı 3 gün eləyərdik. Yəni Peyğəmbər əleyhissalam nə etdi? 3 gün əleyhissalamın əlin açdırıb hamını əleyhissalamla beyyət elətdirdi. Yəni 100 minə qədər, nə qədər ki orada insan var idi, ona beyyət elətdirdi. Yəni biz burada elə həmin bayramı 3 gün eləyə bilərik ki, Peyğəmbər əleyhissalam Zilhiccənin 18-i, 19-u, 20-si Qədirxumda Həzrət orada qalıbdır. Əleyhissalamın fəzilətlərindən birini qeyd edeyim. Biri bundan ibarət idi ki, eşitmisiniz tarixdə Mövla-i Müttəqiyan əleyhissalam Peyğəmbərlə bahəm Xəndək döyüşündə iştirak edibdir. Xəndək döyüşü də ki, onların müşriklərin, zalim kafirlərin tərəfindən İslama olunan hücum idi ki, istəyirlər ki, İslamı aradan aparsınlar. Mən tarixi nə danışmıram, nə ona vaxt da yoxdur. Fəqət qısa nöqtələrin bir ikisini qeyd edeyim. Həmin dövrdə ki, İslamla küfür üzbəyüz dayanmışdı, onların bir pəhlivanı var idi, Əmir ibn Əbdüvəd. O çox məşhur idi, həmişə qalib gələnlərdən idi, yəni bu cürə bir şəxsiyyət idi. Axırda bu çıxdı ki, gəldi və İslam qoşununa üz tutub dedi ki, siz ki behişdən danışırsınız, hanı sizdə behişdə gedənlər gəlsin, mən onu behişdə göndərim. Təhqiramiz bəzi indi ifadələr var, şeirlərlə dilləndi. Hər dəfə hamı da sakit dayanmışdı, qorxurdular. Amma hər dəfə bunu deyəndə Əli əleyhissalam qalxırdı. Həzrətin səhv etməmsə 29 yaşı var idi. Amma bu yaşlı, belə deyək, müharibələr görmüş şəxs idi. Əli əleyhissalamın da 29 yaşı vardı. Hər dəfə deyəndə heç kəsdən səs çıxmırdı. Peyğəmbər əleyhissalam buyurdu ki, kim gedər onun qarşısına? Heç kəsin hünəri də yox idi. Amma hər dəfə Əli əleyhissalam qalxırdı, ya Rasulallah, mənə icazə ver. Həzrət deyərdi, sən otur. Ta 3 dəfə Həzrət Peyğəmbər əleyhissalam sual elədi ki, kim istəyir getsin əmrlə döyüşə? Heç kəsdən də xəbər çıxmadı. Üçüncüdə ki, Əli əleyhissalam buyurdu. Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, ey Əli, bilirsən ki, o əmirdir. Dedi, ya Rasulallah, mən də Əliyəm. Həzrət buyurdu ki, buyur. Həzrət öz əynindəki zirehi çıxartdı və Əli əleyhissalama geyindirdi və dua elədi. Həzrətin orada bir sözü var. Bütün tarixi kitablarda yazılıb və qeyd olunubdur. Həzrət buyurur ki, Ləqəd bərazəl imanu kulluhu ilə şirki kulli. Həzrət buyurdu ki, bugün, yəni döyüş günü, bütün küfür qoşunu ilə, küfürlə İslam üzbəyüz dayanıbdır. Bu nə deyən sözdür? İndi bunun ardına baxın. Həzrət Əli əleyhissalam getdi və onu məğlub elədi, başını kəsdi, Allahu Ekber sədaları. Tarixdə mən diqqət elədim. Qədirxumda eşitdiniz ki, Peyğəmbər əleyhissalam ki, Əli əleyhissalamı əlindən tutdu, qalxızdı ki, mən kuntu mevlahu fəhədə Əliyyüm mevlahu. Hər kimin mən rəhbəriyəmsə, Əli də onun rəhbəridir məndən sonra. O vaxtı nə oldu? İlk dəfə Həzrət Əli əleyhissalamı gəlib beyyət eləyib, təbrik eləyən məşhur sahabələr Əbu Bəkir və ilk dəfə Ömər xəlifə gəldi, Əli əleyhissalamı təbrik elədi. Bəxun ya Əli, təbrik eləyirəm səni ey Əli. Tarixə baxsız, Xəndək döyüşündə toz duman bir-birinə qatışdı, gördülər ki, biraz keçəndən sonra görsənmir, döyüş gedir, iki cəngavər. Gördülər ki, Allahu Ekber Əli əleyhissalamın sədası gəldi. Bildilər ki, Əli əleyhissalam onu öldürdü. Peyğəmbər əleyhissalam da bir təkbir dedi ki, Əli əmri öldürdü. İlk dəfə Əli əleyhissalama tərəf qaçıb, gedib təbrik eləmək, muştuluq gətirmək Ömər ibn Xəttab eləyibdi onu. Tarixdə baxsız onu görəcəksiniz. Getdi, gördü ki, Əli əleyhissalam o məlunun başını kəsibdi, qılıncı onun üzərindəki zirehə sürtür. Dayanmadan Həzrət Peyğəmbər əleyhissalama muştuluğu gətirdi. Bu da bunun ikinci bir
bir təbriki idi. Sözüm o deyil. Hazreti Peyğəmbər əleyhissalam o döyüşdə bir kəlam buyurdu ki, o kəlam məşhur kəlamdır ki, Hazret buyurur ki, Darbatu Aliyyin yevmel xəndək afdalu min ibadəti səqələyin. Hazret buyurdu ki, Ali'nin bu döyüşdəki bir zərbəti bütün səqələyin, bütün ins, cinin qiyamətə qədər olan ibadətindən fəzilətlidir. Səqələyin hədisini eşitmişsiniz də, Peyğəmbər sallallahu əleyhi buyurur. Buyurur ki, mən sizin aranızda 2 əmanət qoyub gedirəm, səqələyin. Bax, bu da səqələyin. O hədisdə Peyğəmbər sallallahu buyurur ki, o ağır əmanət nədir? Həzrət buyurur, biri Allahın kitabıdır, bir də mənim itrətim, əhl-i beyt. Burada da Peyğəmbər sallallahu həmin səqələyin sözünü işlədir ki, ağır, yəni səqələyinin, yəni ins, cinin ibadətindən fəzilətlidir. Niyə? Çünki Peyğəmbər sallallahu özü buyurdu ki, Ali'nin zərbəti olmasaydı, küfürlə ki, İslam dayanmışdı üzbəüz, İslam məğlub idi. Heç kəs gedə bilmirdi onun qorxusundan ona tərəf. Əli əleyhissalam olmasaydı, yəni İslam üstünə xətt çəkiləcəkdi. Odur ki, bugünkü gündən nə qədər ki biz ibadət edirik, nəinki bizim ibadətimiz 1400 ildir. Bütün dünya müsəlmanlarının qiyamətə qədər elədiyi ibadət hamısı Əli əleyhissalamın hesabınadır. Allahın izzəti öz yerində, Allahın köməkliyi öz yerində. Bunlar hamısı başqa məsələlərdir. Amma baxın, Musa əleyhissalam üzün tutub nə dedi yahudilərə? Dedi, gəlin gedən döyüşəyin. Dedilər, Quran deyir ha bunu, hədis deyil. Dedilər, sən get öz Allahınla müharibə elə, ondan sonra biz baxarıq neyiniyik. Amma gəl bu nədir? Peyğəmbər əleyhissalama deyir ki, sənin burada olmağın qiyamətə qədər İslamın yaşaması deməkdir. Sənin bir dənə zərbən İslamı yaşatdı. Və onun da tamamlayıcısı harada baş verir? Kərbəlada. Yəni, o beyt ki, əhl-i beytdir, atanın vurduğu zərbədən qiyamətə qədər İslam yaşaması atanın hesabına idi. Oğlu Hüseynin də qanı bu yaşamanı neynir? Düzərdir. Ona ruh verir. Ki, Hüseyin əleyhissalam da əgər orada atasının getdiyi yolu getməsəydi, İslamdan əsər əlamat qalmazdı. Odur ki, əhl-i beyti Peyğəmbər əleyhissalam niyə buyurur ki, Qur'andan ayrılmazdı? Ayırdın, məğlubsan. Əgər Qur'andan yapışsın, desən ki, əhl-i beyti mən neynirəm? Onda zülümün, küfrün qarşısında baş əyər. Sən necə ki, əyirlər. Milyardla pulu var, bir zalim gələn kimi baş üstə. Qızların da çıxarıb onun qarşısında bir saçlarını da yerlədirlər. Bu da bunların qeyrəti. Niyə? Çünki əhl-i beytdən o şeylər uzaqdır. İnsanın əqidəsi onun əməlində göstərilir. Elə mən düzəm deməklə olmur ki. Hazreti Hüseyin əleyhissalamına buyurur, İn ləm yəkun dinukum, əgər dinimiz yoxdursa yoxdur da, bəs kişiliyinizə nə gəlib? Baxçına, yəni İslam əhl-i beyt məktəbi insana nəyi aşılayır? İnsana o şey aşılayır ki, zülümün, küfrün qabağında heç vaxt əyilməklə. İslam o şeyi aşılayır ki, heç bir vaxtı ədalətsizlik eləməklə. Mən dünənlərim saytlərə girib baxırdım, UNESCO-da, hansı ki UNESCO-nu hamı tanıyır. BMT-dən sonra dünyada UNESCO bütün mədəni filan şeylərdə tanınmış bir təşkilatdır. Əli əleyhissalamın Malik-i Əşdara yazdığı məktub birinci yerdə dayanıbdı orada. Birinci yerdə dayanıbdı. Bir şuar kimi. Bəndləri də vurun YouTube-a, vurun hansı saytə desöz, həmin sözləri çıxardacaqdır. Ki, Həzrət nə buyurur? Ey Malik, sən ki Misirdə valisən, mən tərəfdən, İslam rəhbəri tərəfindən çalış orada ədalətli ol. Millətlərə fərq qoyma. Demək ki, o müsəlman deyil, Yahudidir, Xristiyandır, bu sözləri demə. Ədalətlə, çünki onlar da Allahın bəndəsidir. Sənlə yaradılışda, xilqətdə səndən eynidir. Bunu bu günlərim UNESCO öz başının üstünə vurubdur. Görsən? Yəni, əhl-i beyt məktəbi gör insana nə öyrədir? Mərd
sərtliyi, ədaləti, insafı, hər bir şeyi. İnsanın dini olmaz. Nə olar ki, dini yoxdur, əqidəsi yoxdur, amma bir şərəfi olar, bir ləyaqəti olar, bir hürr olar. Amma gəl İmam Hüseyin əleyhissalamı kimlər öldürdü? O şəxslər ki, onlar əhl-i beytdən uzaq idilər. Çünki namərd idilər. Arvad uşağa da rəhm eləmədilər. Bu günlərimdə görsən ki, dünya həmin şeylə yenə üzləşir. Neçə il müharibə elədik. Neçə il bizim şəhərlərimizə milyonla qaçqınlar falanlar. Dünya dilləndi. Amma mərd oğulların qanının hesabına biz bu müstəqilliyi qazandıq. Canından keçdi oğullar ki, özünüz bilirsiniz də adlarını da çəkmirəm. Bir deyil, iki deyil. Düşmənin içinə təm-təhsə girən oğullarımız ki, bir gecədə o uydurmuş Remboların hərəkətin canlı elədi. Bunlar nədəndir? Bunlar İslamiyyətdə olan, bizim qanımızda olan həmin o əhl-i beytin ruhiyyəsidir. Bunlar ata-babadan bizə gəlib keçib. Daha bir dənə insan görəndə, zalim görəndə onun qabağından qaçmağı özümüzə ağır bilərik. Bax, budur Əli əleyhissalamın məktəbinin bizlərə öyrətdiyi ədalət və dünyada azadlıq. Təəssüflər olsun ki, bugünkü gündə də baxırsan ki, dünyaya ədalət dərsi keçən Qərb 60 mini orada şəhid edir. Ərəb Fələstinlilərin, müsəlman bacı qardaşlarımızı heç kəsin səsi çıxmır. Görsən, təcavüz edir qonşumuza, qardaşımıza, Azərbaycanı bombalayırlar, Təbrizi bombalayırlar. Onlar da bizim əzizlərimizdir. Bax, səsi gəlinmədiyinə görə 40 ildir Əfqanistandan başladılar, millətləri yaman günə qoyub, İraqdan tutmuş hamısına qədər gör nə vəziyyətə gətirdilər. Bu mənim bir vətəndaşlıq borcumdur ki, bu sözləri deyirəm. Heç bunun siyasətə dəxli yoxdur. Sizin kimi, insanlar kimi mən də bunu burada da deyirəm, çöldə də deyirəm, evimdə də deyirəm. Heç fərqi yoxdur. Bunu heç bir siyasi şeyə qoşa bilməzlər kimlərsə. Bu bir daxili insanın içindən gələn vicdani məsələsidir ki, bunu hamı hər yerdə danışa bilər. Ən azından bugünkü gündə biz nə istəyirik? Dünyada sülh istəyirik. Hər bir dövlətin varlığını istəyirik, hər bir xalqın özünün adəti, hətta dinsiz, bütpərəst ölkələrə də biz nə deyirik? Əl uzadırıq, qardaşıq, dostuq, bu cürə yaşayaq. Sən öz bütüvə ibadət elə, mən də əhl-i beytimin yolunu gedirəm. Heç bir sünniyə demir ki, gəl şiə ol, nə də şiəyə demir ki, get sünni ol. Hamısı qardaşdırlar, bir-biri ilə qanları da birdir, canları da birdir. Vay o gündəki insan sünniyə kafir deyə, şiəyə də kafir deyə, onlar da ki, bilirsiniz kimlərdir? Həmin o təkfirçilərdir ki, bir dənə xərçəng olubdur, necə ki, siyonizmi xərçəngi kimi düşüb şərqin üstünə. Bax, bugünkü günün bəlası bizim ölkələrin, müsəlmanların ki, 60-a qədər, 57 nə qədər ölkədir, hamısı özü üçün yaşayır. Biz bir insanıq, bir ölkəyik, bir xalqıq, bütün dünya xalqlarında özümüzə sülh əlimizi uzadırıq. Başımıza 30-40 ildir ermənilər nə oyunlar açdılar. Bu qədər ölkələr nə dedilər, heç nə. Yalandan qınadılar ki, hə, düz iş görmür. Nə olsun ki, amma xalqımız əziyyəti çəkdi. İndi də həmin şeydir ki, Allahdan istəyirik ki, Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bu müharibəni tezliklə yatızdırsın inşallah. Və hər o şəxslər ki, bu müharibəni qızışdırırlar, o zalim kafirlər, o insan vəhşi yırtıcıları hardan olur fərqi olmaz. İlahi, onların öz odların, öz sözlərin, öz hərəkətləri ilə tezliklə onların arxasında duranlarla bahəm cəhənnəmə vasil eləyinən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə hər o şəxsi ki, istər dindar olsun, istər dindən kənar olsun, onun ki vicdanı var, onun ki kişiliyi var, mərdliyi var, ilahi. Onlar ki qəlblərində bu şeylərə həmişə məzlumun yanındadırlar, həmişə zalıma ki lənət oxuyurlar, ilahi. Onların dünya ahirətin abad eləcəkən və sənə and verir Peyğəmbər, Ali Peyğəmbər xatirinə xalqımızı da dünyada həmişə ədalət, itaət, sülhpərvər kimi tanıtqınan və əlini başımızın üstünə rəhmət
ümmet olarak getirmemiş, bizi dünyadan aparmacınan ve Peygamber, Ali Peygamber hatırına o şehitler ki bizden öteri canlarından geçtiler. Aleyhisselamın yolun gedenler oldular ilahi. Onları da Ali'ye konak karar vericilen ve Peygamber, Ali Peygamber hatırına aziz o bizim bugünkü gündeki canlı şehitlerimiz ki qazılarımızdır. Onlara da salamat, hayırlı ömür vericilen ve o şahslar ki bizi bugünlerim qoruyurlar. Əlal-xüsusda cəbhədə, istidə, soyuqda o düşmənlə ki üzbəyüzlər ilahi Peygamber, Ali Peygamber hatırına onları da öz pənahında hifz eləyilən özümüz üçün, əziz şəhidlərimiz üçün, bütün əzizlərimiz ki dünyada var, onların gələcək günlərin xeyirli, bərəkətli olması, dünyasını dəyişən əzizlərimizin ruhlarının şad olması və bugünkü gündə Müslüman bacı qardaşlarımız ki şəhid olurlar, onların ruhlarının şad olması və düşmənin zəlil və məğlub olması üçün İmam-ı Zamanın da tezliklə gəlişi üçün Peygamber, Ali Peygamberə 3 salavat hədiyyə eləyək. Allahümme